Əslində çox istəyirdim ki, bu videonu normal yerdə, təmiz havada və ya kafedə çəkim. Amma təəssüf ki, orada hər yerdə mahnı var və bu çox gözəl bir şeydir. Amma YouTube'da paylaşanda və ya hardasa paylaşanda avtomatik bloklandığı üçün biz məcbur qalırıq belə sizinlə maşında söhbət etməyə. 2 gündür bir sual haqqında düşünürəm. Sağ qalmaq savaşı bitəndə nə başlayır? Siz mənə baxmaya bilərsiniz, siz işinizi görə bilərsiniz. Mən sadəcə videonu çəkdim ki, paylaşa bilim. Çünki səs yazısını YouTube'da paylaşmaq olmur və buna baxmaq da olmur. Çox qəribə görsənir buradan. Elə bilin ki, pəncərədən söhbət eləyirik. Sağ qalmaq savaşı. Hər birimizin həyatında sağ qalmaq savaşı var. Yəni, amma kimdəsə bu çox kritik həddədir, kimdəsə bu daha, belə deyək, kritik olmasa belə, amma var. Bəlli bir perioddan sonra həyatda hər şeyi deyək ki, yoluna qoyduq, amma hər şeyi təbii ki, yoluna qoymaq olmur. Amma elə çətinliklərdir ki, yəni onların üzərində rahat işləmək mümkündür və sənin özünə ayıra biləcəyin zaman qalır. Sənin özünlə məşğul ola biləcəyin və ya xəyallarını reallaşdıra bilmək üçün zamanın qalır. Və əgər bu uzun illərdir olmayıbdursa, burada bir çətinlik başlayır. Yaxşı, bu əladır, mənim vaxtım var, bəs indi nə edim? Əsasən bu insanlarda yaşlaşanda olduğuna görə biz buna normal bir şey kimi yanaşırıq ki, onların edə biləcəyi bir şey yoxdur. Nəvə ilə məşğul ola bilərlər və yaxud da ki, nəysə elə bir şey eləyə bilərlər ki, başları qaçırsın və onlar həmişə yox, amma tək qalırlar və bu da onların həm enerji cəhətdən, həm psixoloji cəhətdən çətin olur və gərginləşdirir və özlərini sevilmədiyini hiss edirlər bütün ömrü boyu. Çünki öz həyatlarını, öz enerjilərini başqa insanlara, başqalarının xəyallarına xərcləyiblər və yaxud da ki, minimum olaraq sağ qalmağa çalışıblar və övladlarını bu həyatda təhsil və yaxud da ki, sağlamlıq üzərindən fokuslanıb qorumağa çalışıblar ki, həyatlarında irəli gedib nəyisə nail ola bilsinlər. Yetəri qədər gözəl qadınlar olur və yaxud da ki, yaraşıqlı kişilər olur ki, ailə çətinliklərinin altında o qədər təzyiq altında qalırlar ki, görünüş cəhətdən də pisləşmə gedir, enerji cəhətdən də pisləşmə gedir, həyatın keyfiyyəti də təbii ki, aşağı düşməyə başlayır. Niyə bu sual? Çünki insanlar sırf bu sualı sağ qalmaq savaşı bitəndə verirlər. Amma normalda orta yaşda və yaxud da ki, aşağı yaşda nadir hallarda olur. Kimlərdə olur götürsək, məsəl üçün, əgər kiminsə atasından, qardaşından, yoldaşından, anasından miras qalıbdırsa və yaxud da ki, artıq necəsə nail olubdursa, maddi bir rahatlığı, maddi azadlığı var. Əgər fikir versəz, tarixdə yetəri qədər çox pis həyatı sonlanmış insanlar var. Hansı ki, çox zəngin ailədə doğulublar əslində, ətraflarında hər şey var. Yəni, demək olar ki, mümkün olan hər şeyi əldə edə bilirlər. Yəni, pulla əldə etmək mümkün olan hər şeyi əldə edə bilirlər. Burada krizis nə də gəlir? Mənəvi, emosional əldə etmək istədiklərimizə. Yaxşı, emosional və mənəvi tərəf bu qədər vacibdirsə, niyə normalda insanlar buna o qədər vaxt ayırmır? Əslində, sadəcə olaraq vaxt ayırmağa çatmır. Yəni, normal olaraq sağ qalmaq savaşı buna imkan vermir və tutaq ki, əgər valideyn sağ qalmaq uğrunda savaşırsa, övladına sağ qalmaq uğrunda savaşı göstərir və övlad da sonra rahat bir həyatın içində yaşayırsa,
o başa düşmür ki mən nə etməliyəm. Çünki onun rol modeli də savaşan bir insandır və ya özünə savaşmağa bir səbəb axtaracaq, ya da get-gedə həyatı yəni elə ifadələr istifadə etməyə çalışıram ki, bu heç kimi incitməsin, xətrinə dəyməsin. Amma bu da biraz çətin olur təbii ki. Rahatlıq, komfort zona iki yerə aparır. Ya insan məhv olur, yəni degradasiya uğrayır və yaxşı yönə getmir və yaxud da ki, ruhi inkişafla məşğul olmağa başlayır, mənəvi inkişafla məşğul olmağa başlayır. Bu da ki, çox nadir hallarda olur. Bu o vaxt olur ki, insan hər hansısa bir dibi görür də, yəni hər hansısa bir stresi yaşayır, hər hansısa bir ağrını yaşayır, dərin bir çarəsizlik yaşayır və yaxud da ki, hansısa bir ağır itkini yaşayır və s. Yəni, burada mövzu nədən ibarətdir? Mövzu ondan ibarətdir ki, bizim savaşmaqla bərabər hansı proseslərimiz aktiv olmalıdır? Yəni, əgər mən savaş uğrunda hər hansı bir sağ qalmaq uğrunda savaşın bitdiyi zaman mən sonra nə edəcəm? Bəzən olur ki, yəqin ki, sizdə də olub, hədəfinizə çatanda hiss eləyirsiniz ki, donma nöqtəsi baş verdi. Yəni, mən artıq bilmirəm nə edim. Oldu, çatdım, əldə elədim. Bəs hanı mənim o duyğularım, hanı mənim o hiss etdiklərim ki, mən fikirləşirdim ki, bunu əldə etsəm, bu olacaq, bunu əldə etsəm, bunları yaşayacağam, yaşaya biləcəm, əldə edəcəm və s. və s. və s. Amma fikir verin, bütün hədəflərdə insan şərt olaraq daha çox emosional hər hansısa bir punktu vurğulayır. Bunu əldə eləsəm, hamı görəcək ki, mən bacardım. Yəni, içəridə bacarma duyğusunun aktiv olmasının ehtiyacı var. Və yaxud da ki, hamı biləcək ki, onlar səhv elədi və yaxud da ki, onlardan intiqam alacağım, peşman olacaqlar və s. və s. Yəni, emosional hər hansısa bir ehtiyacın ödənməsi üzərindən illər, həyatlar, daha yaxşı həyatı rəngarəng edə biləcək arzular belə bəzən puç olur ki, o ağrı tətmin olunsun və nəyisə kiməsə sübut olunsun. Okay, sübut olundu. Ondan sonra bəlli bir boşluq yaranır. Çünki mamaya sübut elədim ki, yaxşı qızam, papaya sübut elədim ki, bacarıqlı qızam və yaxud da ki, bacarıqlı oğlanam, yaxşı oğlanam və bunu sübut elədim, sonra mı baş verdi? Sonra da mən özümlə üzləşməyə başladım. Tamam, bu bitdi. Bəs indi nə edim? Bəs mən indi kiməm? Həmin anda sağ qalma savaşı bitdiyi anda sual yaranır ki, sonra nə edim? Yəni, mən kiməmlə üzləşməyə başlayır. İnsan o ki, özünü araşdıra bilər. Mən kiməm, necəyəm, nə istəyirəm? Təbii ki, uşaqlıqdan bizdən soruşurlar. Kim olacaqsan, böyüyəndə kim olacaqsan? Bu uşaq heç nə bilmir, yəni nə hansı fakültə var, hansı peşələr var, nələr yoxdur. Ətrafında gördüyünə əsasən bir dənə söz deyəcək və yaxud da ki, valideynin reallaşmayan arzuları haqqında artıq təbliğ olunubsa, onu deyəcək. Amma o həqiqətən kim olmaq istədiyi haqqında nadir hallarda deyə biləcək. Nəsə, yəni ruhu oyaqdırsa maksimum deyə bilər. Ona görə də uşaqlar da başqalarının arzuları ilə yaşayır. Böyüklər də uşaqların arzuları ilə yaşayır. Burada bir qarışıqlıq baş verir. Sonra həmən o uşaq qınanılır ki, sənə görə mən nələrsə əldə elədim, nəyəsə səni çatdırdım, indi sən təşəkkür etmirsən. Həmən uşaq da sonra gedir psixoloqlara ki, bəs mən istədiklərimi eləyə bilmədim və s. və s. və gəl indi bu konfliktin içindən çıx. Bunun içində sağ qalmaq savaşı hardadır? İnsan üçün valideyn çox önəmli faktordur. Həmişə istəyir ki, valideynin gözündə yaxşı yerdə olsun, dəyərli bir yerdə olsun, sevimli bir yerdə olsun və ona görə də ömrünü bəzən buna sərf edə bilər ki, o təsdiqi ala bilsin.
Və burada onun içindəki mən, yaxşı mən, düzgün mən, mərhəmətli mən, cənnətə gedə biləcək mən obrazı sağ qalsın. Yəni bu da bir sağ qalma savaşıdır. Yəni ola bilər ki, fiziki sağ qalma savaşı olsun, amma mənəvi sağ qalma savaşı da yetəri qədər bizim həyatımızda var. İnsan bəzən başa düşür, elə başa düşür ki, məsəl üçün bu olmadısa mən sevilməyəcəm, sevilməsəm mən məhv olacam və yaxud da ki, bu olmasa mən bunu əldə etməyəcəm, pərt olacam və s. Yəqin ki, hər biriniz eşitmişsiniz ki, məsəl üçün imtahanlardan çox aşağı bal toplayan uşaqlar olur ki, hansı ki, sonra özlərinə zərər verə bilirlər. Bu zərər vermə fiziki bir sağ qalmaq mövzusu deyil ki, mənəvi, emosional sağ qalmaq mövzusudur. Çünki o evə qaydanda hansı mənəvi şiddətlə üzləşəcəyini təqribən bilir və artıq yaxşı nəticə əldə etmədiyi haqqında fikirləşəndə içəridə artıq özü-özünə o mənəvi şiddət etmiş olur və o sağ qalmaq uğrunda artıq savaşa bilməyəndə onun üçün sağ qalmaq savaşı yox olmaq çevrilir. Yəni bu əslində sual, biz sağ qalmaq savaşı bitəndə nə ilə məşğul oluruq sualı çox həssas və vacib sualdır və konkret bir cavabı yoxdur. Çünki hər bir insanın həyatında bu fərqli şəkildə özünü göstərir. Və bunun üzərindən demək ki, yəni bu budur, nə qədər doğru olar, bilə bilmərəm. Çünki psixologiyada daim dəyişir, hansısa bir diaqnozlar qoyur, coachingdə inkişaf edir, ruhi inkişafın özü belə inkişaf edir. Ona görə konkret cavablar yoxdur. Amma konkret bir sual var. Hər birimizin sağ qalmaq savaşı var. Və bu savaş bitdikdə biz nə edirik? Nə ilə məşğul oluruq? Nəyə sərf edirik həyatımızı? Biz orada başlayırıq artıq sual vermək. Yəni mən nə istəyirəm, mən nədən ibarətəm, niyə belə oldu? Daha çox niyələrə yönəlir insan. Çünki neqativə və şikayətə daha çox açıqdır beyin. Daha çox boşluq olan kimi sorğulamağa başlayır. Yəni sorğulamada daha çox neqativ yöndən gedir. Adi bəzən görürsən ki, pasiyent gəlir, pasiyent deyir ki, nəyisə əldə eləmək istəyirəm. Okey, deyirəm, əla, super, gəlin bu haqda danışaq. Nəyisə əldə olunması haqqında danışmağa başlayanda insan başlayır öz problemləri haqqında, onun valideynləri ona necə icazə verməyib, necə imkan verməyib, onun haqqında danışmağa. Deyirəm, əla, başa düşdüm, gəl davam edək, hədəfin haqqında danışaq. Yenə də, bəzən 3 seans belə keçir, insan çox böyük çətinlik çəkir ki, həqiqətən də istəkləri və hədəfləri haqqında danışsın. Avtomatik olaraq gəlir keçir şikayətləri haqqında danışmağa. Şikayət etmək daha rahatdır, daha komfortdur, daha məsuliyyətdən azad olunmuş bir durumdur. Hansı ki, insan beyni daha rahat olur ki, yəni onsuz da mənlik bir şey yox idi, mən əlayam, sadəcə imkan vermədilər. Ola bilər, çox fərqli situasiyalar olur, amma imkan vermədilər. İndi imkan verməyən yoxdur. Artıq böyük insansan, artıq bacara bilərsən, artıq irəli gedə bilərsən və həmin anda sən valideynlərin sənə elədiyini eləyirsən. Sən artıq, onlar sənə necə imkan verməyibdirsə irəli getməyə, eyni şəkildə irəli getməyə sən özünə imkan vermirsən. Və bu həyat savaşında sən artıq özünə sağ qalmağa imkan vermirsən. Sağalmağa imkan vermirsən. Özünə yaşamağa icazə vermirsən. Bəlli bir şeyləri necə ki sənə yaşamağa icazə verməyiblərsə, indi də sən özünə yaşamağa icazə vermirsən. Bəs niyə? Çünki yaşamaq nədir bilmirsən. Bizə yaşamağı öyrətmirlər. Bizə yaşamaq nədir deyə öyrətmirlər. Xoşbəxt olmaq nədir deyə öyrətmirlər. Ailə quranda hətta yəni evi var, maşını var,
işi var, pulu var, birinci suallar olur. Nəinki mənəvi dəyərlər. Təbii ki, deyə bilərik ki, hə, insan dəyişir, onun dəyərləri də dəyişir. Bu çox da güvənilə biləcək bir sahə deyil. Əldə tutulan nələrsə olmalıdır. Amma həyatda hər şey ola bilər. Ev bugün var, sabah olmaya bilər. Maşın da, pul da, insanın zehni belə. Yəni, burada şərt o demək deyil ki, yəni, mənəvi baxdıq və çünki o da problemli zonadır. Elə insanlar var ki, sadəcə vurulduğuna görə, sevdiyinə görə ailə qurur və sevgi ilə qarın doymur deyərəkdən sonradan çox böyük problemlərlə üzləşməyə başlayırlar. Ona görə deyirəm ki, bu sualın konkret bir cavabı yoxdur. Hər kəs öz həyatı üçün bu sualı verə bilər. Hər kəs öz həyatı üçün bunu təhlil edə bilər, öz cavablarını axtara bilər ki, mənim cavabım əslində mənim üçün nədir? Yəni, mən savaşırammı hal-hazırda həyatda sağ qalmaq savaşı verirəmmi? Sağ qalmaq savaşım yoxdursa əgər həyatımda nə var və əgər sağ qalmaq savaşım bitərsə, mən nə edəcəm? Mənim üçün əslində yaşamağı hiss etmək nədir? Bu sualın cavabı əslində hər adamda yoxdur. Hamı standart bir obraz götürür ki, yedim, içdim, evim var, gəzirəm, gedib gəzə bilirəm. Bu artıq ən mükəmməl həyatlardan biri sayıla bilər. Sayıla bilərmi? Bəlkə də sayılar kimisə üçün, amma bəlli bir yerdən sonra yenə insan başlayır özünə macəra axtarmağa. Və bu sikl olaraq davam etməyə başlayır. Şuuraltı olaraq da ola bilər ki, biz daim savaşmağa uyğun formalaşmışıq deyə savaşmaqla əsasən məşğul oluruq. Və hər hansı bir hədəfimiz artıq yoxdursa, biz təzədən hədəf qoyacağıq, təzədən ona çatmaq üçün savaşacağıq. Və artıq bizim, bəlkə də fikir vermişsiniz, bəzi insanlar var, onlar kredit götürür, çox böyük çətinliklər çəkirlər. Sonra krediti ödəyirlər, çox sevinirlər. Sonra təzədən gəlib kredit götürürlər. Niyə? Çünki artıq onların komfort zonası həmin o savaşdır. Daimi olaraq savaşmaq, daimi olaraq çalışmaq, daimi olaraq nəyisə dalınca qaçmaq, məcbur olmaq, o ödənişləri qazanmaq, o kreditləri ödəmək, o stres içində yaşamaq. Yəni, insan artıq o qədər ona öyrəşir ki, o onun komfort zonasına çevrilir. O olmayanda artıq başa düşmür ki, tamam, mən nə üçün yaşayıram? Yəni, kimsə mənə təzyiq eləmir də, mən təzyiq olmağa öyrəşmişəm axı. Təzədən gedirəm, mən onu axtarıram, tapıram və özümə təzyiq formasını yenidən aktuallaşdırıram. Və yaxud da ki, hər hansı bir toksik münasibətdir, insan toksik münasibətdən çıxır, özünü çox yaxşı hiss edir. Amma 1-2 ay keçmir və ya bir neçə ay keçmir heç. Yenidən elə bir insan tapır ki, yenidən onu toksik münasibətin içində saxlayır. O döngüdən çıxa bilmir. Nəyə görə? Çünki insan yaşamağı bilmir, yalnız axır çəkməyi bilir, ağlamağı bilir, əzab çəkməyi bilir, kiminsə təzyiqi altında yaşamağı bilir. Yəni, başqa nələrdənsə tanış deyil. Və avtomatik olaraq onunla tanış olmadığı üçün, bununla tanış olduğu üçün bu daha doğma gələ bilər. Yəni, uşaqlıqda əgər insan dava-dalaş görübsə, onun sevgi dili dava-dalaş da ola bilər. O artıq dava-dalaş görəndə fikirləşir ki, hə, yəqin ki, çox istəyir deyə dava eləyir. Mehribançılıq görən insan əmin olur ki, mehribançılıq varsa bu sevgi deməkdir. Hər kəsin özünün beyninin damğaladığı fikirlər var. Ona görə də yenidən qaydaq sualımıza, sağ qalmaq uğrunda savaş varmı bu dəqiqə həyatımızda? Və sağ qalmaq uğrunda savaş bitsə, mən yaşamağa icazəm olsa, tam olaraq həqiqətən yaşamağa icazəm olsa, mən nə yaşayaram, necə yaşayaram və mənim üçün yaşamaq demək nə deməkdir? Bu suallara cavab tapandan sonra bunları etməyə başlamaq lazımdır. Və onda görəcəksiniz ki,
siz daha çox özünüzü kəşf edə bilirsiniz. Bəzən olur ki, insan bu məni yaşadar dediyi şeyə fərqinə varır ki, əslində buna heç də enerji vermir. Sadəcə olaraq onu xəyal kateqoriyasında saxlamaq daha çox enerji verirdi. Bəzi ola bilər ki, ömür boyu bunu istəyirdim və bunu edirəm və mən xəyallarımı reallaşdırıram və bununla çox xoşbəxtəm deyərəkdən də davam edə bilir. Biz bunu yalnız praktika ilə müəyyənləşdirə bilərik. Praktika ilə aydınlaşdıra bilərik ki, mən nə istəyirəm mən çox, mən yaşamaq deyəndə nəyi nəzərdə tuturam və mən yaşamaq hissim necə oyanır və o yaşamaq hissinin oyanışının harada baş verdiyini kəşf edib onu az da olsa həyatınıza tətbiq etmək. Çünki hər biriniz çalışırsınız ki, həyatınız yaxşı olsun, xoşbəxt yaşayasınız və s. və s. və s. Amma əlinizdə resurs olanda o xoşbəxtliyi yaşamaqda çətinlik olur. Nəyə görə? Çünki artıq nə zehin bilmir xoşbəxtlik nədir, nə bədən bilmir xoşbəxtlik nədir, nə emosional durum nə bilmir xoşbəxtlik nədir və biz nə uşaqlara bunu öyrədə bilmirik, nə böyüklərlə bərabər bunu yaşaya bilmirik. Ona görə də daimi olaraq o sual verir. Mən yaşam savaşım varmı, yoxmu? Əgər savaşım bitsə, mən nə ilə məşğul olaram? Mənə yaşamaq hissini verən nədir? Və yaşamaq hissini verən şeyləri nə qədər hal-hazırda həyatıma tətbiq edə bilərəm? Tətbiq etdikdən, başlamaqdan sonra artıq bu sizə ömür boyu bir yaşam marağı verəcək. Yəni, bu təkcə cavanlıqda olan bir şey deyil. Yaşlaşanda belə əlinizdə özünüzü xoşbəxt edə biləcək bir məlumat bazası olacaq əlinizdə. Çünki siz biləcəksiniz artıq özünüzü necə xoşbəxt edə bilirsiniz. Xoşbəxtlik sizin içinizdə necə oyanır, mexanizmi nədir? Çünki bu standart bir şey deyil. Fiziki əldə olunan şeylərin tərkibində, onların vasitəsilə olsa belə tam olaraq ondan asılı deyil. Bu emosional bir strukturdur və xoşbəxtlik bir duyğudur, öyrənilə bilən, formalaşdırıla bilən, hiss edilə bilən, ətraf bəzən mühitdən asılı olmadan belə özümüzdə yetişdirə biləcəyimiz bir duyğudur. Hal-hazırda yaşamaq uğrunda savaşdasınız, yoxsa savaşınız bitib və yaşamaq nədir deyə aydınlaşdırırsınız. Yoxsa sadəcə yaşayırsınız və zövq alırsınız. Bu həqiqətən mənə maraqlıdır. Yaza bilərsinizsə yazın. Fikirlərinizi bölüşün. Əgər bu haqda siz öz təcrübənizlə bölüşə biləcəyiniz hər hansı bir fikir, məlumat varsa, mənə çox maraqlı olardı bunu oxumaq. Çünki hal-hazırda biraz bunu araşdırmağa çalışıram daha dərindən. İzlədinizsə bura qədər təşəkkür edirəm. Bu cür bir video ilə olduğu üçün üzr istəyirəm. Çünki başqa cür çəkməyə təəssüf ki, şərait və imkan olmadı. Çox xoş oldu. Əgər dinləmişsinizsə bura qədər. Hələlik. Görüşənə də suallarınız varsa yazın, danışaq.